Salam dostlar. Bugünkü videoda sizə İspan və Alman dilləri arasındakı 30 oxşar söz göstərəcəm. Əgər bu iki dili öyrənmək istəyirsinizsə, bu video sizin üçün mükəmməl başlanğıc olacaq. Sözləri tələffüzü ilə birlikdə izah edəcəm ki, siz də rahat şəkildə öyrənəsiniz. Oldu, çox vaxt itirmədən başlayaq. Birinci sözümüz normal. İkinci ideal. 3 perfecto. 4 activo. Inteligente. Elegante. Elegante. Curioso. Flexible. Moderno. Popular. İspanlarda əgər C hərfindən sonra incə sait gəlirsə, o S olaraq oxunacaq. Əgər C-dən sonra qalın sait gəlirsə, o K olaraq oxunacaq. Məsələn, deyə bilərəm, Ciudad şəhərdir, amma burada var Curioso. Artıq bu qalın sait gəldiyi üçün K oxunacaq və maraqlı mənasında Curioso. Interesante da var, məsələn, maraqlı olan, qəribə mənası da var, məsələn, curios. İsə keçək növbəti sözlərə. Privado, privat. Serio, serious, ciddi. Kreativ, negativo, positivo, original, digital. Fatal, global, personal. Son 10 sözümüz. Profesyonel, real, rasyonal, bu Almanlarda ise rasyonal istifadə olunacaq. Sensasyonal, sensasyonel. Komiko, komiş, gülməli. Romantiko, romantiş. Tragiko, tragiş. Fantastiko, fantastiş. Historiko oxunur. Almanlarda da həmçinin historiş. Logiko, logiş. Bununla videomuzun sonuna gəldik. Ümid edirəm sizə yararlı toxunub. İzləmədə qalın. Yeni dilimiz İspan dili ilə irəli.